İlkten ilk qadını məkanda gördü. Qadın ilə kişi biri-birindən uzaq deyil. Kişi, qadın böyük yaradanın əbədi yaranmışlarındandılar. İşığından, yaranışdandılar. Yaranışda biri-birindən zahirən ayrı deyillər. Baxışda da biri-birindən ayrı deyillər. İşıq bir ikən, işıq mütləq ikən, ahəngdir müxtəlif. Müxtəlifdədir müxtəlif. Müxtəlif müxtəliflikdə sabit deyil. Erkək, dişi, qadın, kişi yaradanla təyinli yaranış arasında olub yaranışa vasitəçidirlər. Yaradan deyillər. Yaranış zərrədən, işıq zərrədə, zərrə yaradandan yaranışdadır. Zərrə işıqdan yaranışa təyinlidir. Hər varlıq, hər zərrə işıqla varlıq olandır. Böyük yaradandan bəşər yaranışı təyinli göndəriş olduğundan, qadın kişi, ümumiyyətlə erkək dişi yer məkanında mühitdədir. Yəni maddi varlıqlar birliyindədir. Bu məkanlara göndəriş təyinli göndəriş. Yeni yaranış yeni göndərişdir. Bitki də bir yaranışdır. Məkana təyinli göndəriş oldu. İlkdən buğda yer üzündə ilk bitki idi. Bu məkana, o müqəddəslərə, müqəddəslər ətrafına buğda müqəddəs göndəriş idi. Hər yaranış, hər göndəriş zərrədə, hər zərrə təyinli olaraq məkanda bəşərə müqəddəslikdən göndərişdir. Hər yaranış müqəddəslikdən, böyük yaradandan, ilkdən işıqla yaranışdır. Cəm yaranış, altı müddətə işıqla yaranış. Hər yaranış böyük yaradanın rəhmi ilə yaranışdır. Maddilik vəhdətlədir. Vəhdət ahənglədir. Yəni maddi maddilər ilədir və hər varlıq da varlıqlarladır. Tək deyil. Bu məkanda yaşıllıq zərrədə göndəriş olaraq su ilə yaranışdır. Varlığı varlıqdan uzaq etsən də uzaq deyil. Uzaq deyib ayırdığın uzaq deyil. Varlıqdan varlıq görəcəksən, o varlıqdan yenə varlıq görəcəksən. Məsələn, çöpü bölsən, yenə çöp görəcəksən. Törənişlər, yeni varlıqlar belə başlayıb, belədirlər. Ayırmaq istədiyin ilki ilədir, ilkinə qaydandır, ayrı deyil. Bu məkana ilkdən ilk göndəriş müqəddəslərdir. Sonra isə kişidir, qadındır. Övlad deyilən böyük yaradandan, onun rəhmindən zərrədə təyinlidir. O böyük yaradandan paydır. Bu məkana, bəşərə göndəriş bəşərdir. Böyük yaradan müqəddəsliyinə qayıtmalıdır bu göndəriş. Kişi, qadın birdir. Bu övladları ilə daha da birləşib bir oldular. Bu məkanda ilk övladın, ilk bəşərin yaranışına müqəddəslər böyük yaradan məkanından göndərildilər. Onlar səhv-səhv düzülən müqəddəslərdən seçildilər, gəldilər. Bəşər müqəddəsləri görməz, müqəddəsləşən bəşər müqəddəsləri müqəddəsliyi görər. Müqəddəslikdən gələnlər müqəddəsləri gördülər, böyük yaradanın rəhmini gördülər. Sonra da ilkdən sünnətlənmiş halda hazır doğulmuş övladı gördülər. Və anladılar ki, sünnətlənmək yaranan bəşərə bir yaddaşdır. Bildilər ki, övlad bəşərdən deyil, müqəddəslikdən təyinlidir. Böyük yaradandan, zərrədədir bu yaranmış. Sünnətlənmək bəşərə yaddaşdır. Kişi ilə, qadınla deyil, böyük yaradandandır yaranış. Yaranış yerdə, yerlə deyil, böyük yaradanladır. Bəşər müddətində müddətə yaranışdır. Hər bəşər böyük yaradanına, müqəddəsliyə, əbədiyyətinə qayıdandır və qayıtmalıdır. Övlad deyilən paçlıqdan paçlıqla, zərrədən zərrədə yaranış olduğundan, bu yaranış da bəşərdən deyil, müqəddəslikdəndir, böyük yaradandan, zərrədəndir. İlkdən hər bir müqəddəs tək idi, yer məkanında üç oldular. Bu məkana ilk övladlar böyük yaradan baxışında gəldilər. İlk tikili ev oldu. Qadın evdə ev yığar, kişi isə ilk müqəddəslərin azad yaranışı ilə çölü, dağı, azad yaranışını gəzintidə azad bilər. İlkdən o ilk müqəddəslər yer məkanında təkliklə azad idi. Bu kişilər çöldə, əkinçilikdə, heyvanları bəsləməkdə, növləşdirməkdə, başqa işlərdə öz babalarına, o müqəddəslərə kömək idilər. Köməkliklərini bir an olsa da əsirgəmirdilər. Bu məkanda müqəddəslər bilirdilər ki, əvvəldən tək deyirlər. Odur ki, müqəddəslər biri-birini axtarışa başladılar. Axtardılar, tapdılar.
Tapılanlar tapıldı, görüşenler görüştü. Söze de, mekana da söz geldi. İlk övladlardan da yeni söz geldi. Her cisme, her varlığa, her harekete ad değildi, ad geldi. Müqəddəslər arasında bir kökdə danışığa, o kök üstündə yeni söz geldi. Ad değildi, ad geldi. İlk övladların baxışında, varlıqların özlüyünə də ad geldi. Bəşər yaranışı rəngdə, rənglə deyil. Rəng rənglədir, yaranmış bəşər rənglə deyil. Müqəddəslikdən bəşərləşən rənglə deyil. İlkdəndir, yeni rəngdə deyil. Odur ki, ilklərin təməli ilkdən var idi. Müxtəlif səmavi bölgələrdən gəlirdi. İlkdən 4 təməl ilk vardı. Ağ, sarı, qırmızı, qara. Bunlara Eskimoslar da əlavə olundu. Sonralar isə bütün bu ilklərdən aralıq ilklər də törəndi. Yer məkanını dolaşdılar. O məkanda uzaq olanlar yenə görüşdülər. Ayrılanda tək idilər, görüşdülər. Qadınla, övladlarla biri-birini gördülər. Bəşərdən bəşər böyük yaradan rəhmində bəşərləşdi, artdılar. Beləliklə yerin müxtəlif sahələrində ilkin mədəniyyətlər yarandı. İlkin qızıl çağlar dövrləri başlandı. Bu dövrlərdə yer üzündə əxlaq, mədəniyyət, dünyəvi və ilahi elmlər çox yüksək səviyyədə idilər. O vaxtlar yerin indiki texnikasına ehtiyac yox idi. Çünki böyük elmlər əsasında başqa texnologiyalar, başqa prinsiplər hökm sürürdü və hər ehtiyacı təmin edirdi.